Salam, cənab investorlar və treyderlər. Sizinlə əlaqə saxlayırıq Guru Markets. Şirkət haqqında qısa məlumatlarla başlayaq. Biraz daha hər bir göstəricini daha ətraflı nəzərdən keçirəcəyik. İstəsəniz videonu dayandıra bilərsiniz. Sözügedən təşkilatın bütün parametrlərinə daha ətraflı baxa bilərsiniz. İndi biz şirkətin cari fundamental göstəricilərinə baxacağıq. Nemont Corp, ticker, NAM. Bu icmal 29 iyun 2025-ci il tarixinə cari məlumatlardan istifadə etməklə yaradılmışdır. Təsnifata görə Guru Markets Korporasiya Nemont Corp alt kateqoriyaya aiddir. Metal Drag qiymətləndirmədə 68 şirkət iştirak edir. Bu videonun sonunda sifarişlər üzrə həll yollarını axtarın. Sözügedən şirkət üçün ümumi xal 10-dan 7,5-dir. Alt kateqoriya üzrə orta bal 3,3 baldır. Geniş şəkildə baxsanız, ümumilikdə bütün ABŞ bazarı çərçivəsində. Qeyd edək ki, bütövlükdə bazar üzrə orta reyting 1,8 bal təşkil edir. üçün 7,5 xalla qarşı-qarşıya Nemont Corp. Şirkətin səhmlərinin qiymətinin dinamikasının müqayisəsi Nemont və alt kateqoriyalı şirkətlər. Son 12 ayda səhmlərin olduğunu görürük. Nemont Corp 35,5% dəyişiklik göstərib. Alt kateqoriyada qiymət dinamikasına qarşı 56,6%. Korporasiyanın bazar kapitallaşması Nemont Corp 63,19 milyard dollar təşkil edir. Və alt kateqoriyanın bazar kapitallaşması 401 milyard dollardır. Şirkətin balans dəyəri 31,25 milyard dollar olaraq qiymətləndirilir. 166 milyard dollarlıq kitab kapitallaşması ilə alt kateqoriya 166 milyard dollar dəyərindədir. Fond bazarının paylarını və balans kapitallaşmasını müqayisə edərək aşağıdakıları görə bilərik. İşğal olunmuş pay Nemont alt kateqoriyada bazar kapitallaşması qiymətləndirildikdə 15,75% təşkil edir. Balans dəyəri 18,841% təşkil edir. Şirkətin bazar payının və alt kateqoriyanın balans kapitallaşmasının qiymətləndirilməsi, yaxşı, 1 bal. Şirkətin maliyyə öhdəlikləri 8,128 milyard dollar təşkil edir. Balans dəyərinə qədər maliyyə öhdəlikləri şirkətin kapitalının 26%-ni təşkil edir. Şirkətin borc səviyyəsinin qiymətləndirilməsi, yaxşı, 1 bal. Şirkətin bazar dəyərinin mənfəətə nisbəti 12,5-dir. 25, bir alt kateqoriya üçün orta qiymətlə. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə şirkətin fond bazar dəyərinin mənfəət nisbətinin qiymətləndirilməsi, çox yaxşı, 2 bal. Son 12 ayda mənfəət 5,70 milyon dollar olub. Növbəti 12 ay üçün forward mənfəəti şərti olaraq 5,208 milyon ABŞ dolları həcmində qiymətləndirilir. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə gözlənilən gələcək mənfəət göstəricilərinin qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Şirkətin dəyərinin gəlirə nisbəti 3,2-dir. Alt kateqoriya üzrə orta göstərici 3,9-dur. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə şirkətin birja dəyərinin gəlirə nisbətinin qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Son 12 ayda gəlir 19,51 milyard dollar olub. Növbəti 12 ay üçün proqnozlaşdırılan gəlirin 20,14 milyard dollar olacağı gözlənilir. Gözlənilən gələcək satış rəqəmlərinin alt kateqoriyadakı rəqəmlərlə müqayisədə qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Marjinallıq %26, alt kateqoriyada isə orta hesabla 15,6%-dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə marjinallığın qiymətləndirilməsi, yaxşı, 0,5 bal.
Alt kateqoriyalar üzrə kadrların sayı baxımından şirkətin payı 17,67% təşkil edir. Bu, bazar kapitallaşma payından 12% çoxdur. Şirkətin bir işçisinə düşən bazar kapitalının məbləği $1483.000 bərabərdir. Alt kateqoriyada isə $1664.000 var. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən şirkətin kapitalının həcminin qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Bir işçiyə düşən mənfəət həcmi $119.000-dır. Alt kateqoriyada orta, $66.300. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə fərdi işçiyə düşən mənfəətin qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Şirkətin bir işçiyə düşən satış həcmi $458.000-dır. Alt kateqoriya $426.000. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə bir işçiyə düşən gəlir, yaxşı, 0,5 bal. Qısaldılmış səhmlərin sayı %2,2, alt kateqoriya üzrə orta göstərici 1,9%-dir. Göstərici rəası 14 şirkət üçün %54 səviyyəsini göstərir Nemont Corp. Alt kateqoriya üçün isə üsi səviyyəsi 14,47%-dir. Şirkətin səhmlərinin hazırki qiyməti $56,75 civarındadır. Şirkətin səhmləri üçün konsensus qiyməti təxminən 66,3% təşkil edir. Sifariş cədvəlinə baxaq, o mövcuddur. Link bağlanmış şərhdə. Sifariş cədvəlində bu mövsüm məlumat və arayış sistemi tərəfindən qəbul edilən bütün qərarlar var. Guru Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuz və açıqdır. Bağlanmış şərhdə keçid. Şirkətin qiymətləndirməsi nəticəsində Nemont. Qiymətləndirmənin məlumat və arayış sistemi Guru Markets aşağıdakı qərar qəbul edilir. $56,76 alış sifarişi açın. Sövdələşmə şirkətin kifayət qədər yüksək qiymətə malik olması səbəbindən açılıb. Təşkilatın qiymətləndirməsi qiymətləndirmə yanaşmasına, AKİM-in indeksinə əsaslanır. Mənfəət götürmək 69,9 səviyyəsində müəyyən edilmişdir. Stop loss 43,62 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, sonra sifariş 29 iyul 2025-ci il tarixində ticarətin nəticələrinə əsasən avtomatik bağlanır. Və ya bu tarixdən əvvəlki son iş günündə. Ticker, NG, satış üçün balans əməliyyatı olacaq. Balanslaşdırma müqaviləsi ilə bağlı video kanalda yayımlanacaq və ya artıq yayımlanıb. Sifarişlərdən biri bağlandıqda, baza və ya balanslaşdırıcı. İkinci sifariş faktiki qiymətə bağlanır. Bu videoya baxdığınız və məlumat və istinad sistemindən istifadə etdiyiniz üçün hamınıza çox sağ olun. Guru Markets.